Salam, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Yanvar ayıdır, qiymətləndirmə dövrüdür və mən bugün sizinlə bu qiymətləndirməni bir də müzakirə eləmək istəyirəm. Azərbaycanda ümumi təhsil sisteminin belini qıran bir qiymətləndirmə sistemidir. Yadınıza gəlirsə, hər birimiz deyirik ki, ay bizim vaxtımızda biz bilmirdik, müəllim yemək yeyir, nə bilim, yatır, danışır, gülür, amma bax, bu summativ qiymətləndirmə sistemi ortaya çıxandan sonra Azərbaycan müəllimi kağız pulu, printer pulu, rəng pulu yığan, 10 qəpik, 20 qəpik yığan, məktəblərdə kütləvi şəkildə pul yığmalarının həyata keçirilməsi ilə müşahidə olunur. İllərdir təklif edirəm ki, bu qiymətləndirmə sistemi dəyişdirilsin. 2021-ci ildə bu summativ qiymətləndirmələr, bir də bal sistemi əlavə olundu, amma summativ qiymətləndirmə ləğv olunmadı. Niyə ləğv olunmadı? Əslində summativ qiymətləndirmə və yaxud da formativ qiymətləndirmə ilə bağlı birazdan danışacağım. Çünki Azərbaycan məktəbini daha bərbad hala salmaq, Azərbaycan müəllimini və məktəbini nüfuzdan salmaq üçün bundan gözəl layihə ola bilməzdi. Məktəblər təmin olunmurlar. Dövlət büdcəsindən böyük vəsait ayrılır bu kağızlara, printerlərə, rənglərə. Kağızların böyük bir hissəsi bazara daşınır. Konkret faktlar da var. Hansı ki, böyük bir abırsızlıqdır. Və istənilən halda da valideynlərin hesabına aparılır qiymətləndirmə. Bu da böyük problemdir. Məsələn, başqa bir tərəfi isə ondan ibarətdir ki, dünən danışdığımız kimi monitoring bazarı, online test sistemi və s. Yəni çoxlu burada pul qazanmaq, pul silmək, pul dağıtmaq və yaxud da ki, valideynlərin cibinə girmək üçün çoxlu variantlar var. Və nə etmək olar? Nə etmək olar? Birmənalı şəkildə indiki qiymətləndirmədən imtina etmək lazımdır. Bəzən soruşurlar, yaxşı, Sovet dövründə formativ qiymətləndirmə var idimi və yaxud da ki, hal-hazırda digər ölkələrdə formativ qiymətləndirmə varmı? Var. Bəs necə olur ki, bizdə bu formativ qiymətləndirmənin bu forması bu qədər böyük etiraz doğurur və 2008-ci ildən tətbiq olunan bu qiymətləndirmə sistemində 17 ildə artıq keçib, hələ Azərbaycan müəlliminin 80%-i formativ qiymətləndirmə nədir öyrənə bilməyib. Nə olub, nə baş verir? Niyə bu summativ qiymətləndirmələr məktəbə bu boyda böyük problemlər yarattı? İndi də müttəq, belə və yaxud da ki, Elm və Təhsil Nazirliyi qiymətləndirməni bundan sonra onlayn şəkildə həyata keçirmək üçün addımlar atırlar. Bakı və bir sıra regionlarda. Siz elə belə bilməyin, bu proqramları yazdırmaq o kağızlara, printerlərə xərclənən puldan daha çoxdur. Məsələn, keçən il yazda gəlir, rəqəmsal məktəb platforması çöktü. Keçənki qoyulan xərci bilmədim, amma 2025-ci ildə təzədən 1 milyon manat rəqəmsal məktəb platformasına pul qoyuldu. Rəqəmsal məktəb platforması, bəli, qəbul ediləndir, olmalıdır və zamanla bütün ölkə keçməlidir buna. Amma reallıq ondan ibarət ki, Azərbaycan müəllimində öyrətmək lazımdır da. Öyrətmək də təlimlər yolu ilə yox. Bunu fərqli bir qaydada motivasiya etməklə və rəğbətləndirmə yolu ilə etmək lazımdır. Bunun da öz yolları var, uzun söhbətdir. Amma qiymətləndirməyə keçirəm. Yaxşı, necə ola bilər ki, bu qiymətləndirmə bu qədər çətinləşdi birdən-birə və Azərbaycan valideyni üçün, müəllimi üçün, şagirdi üçün, cəmiyyət üçün bu qədər çətin olur. Və biz qiymətləndirməni dəyişsək nə baş verər? Baxın, Sovet təhsil sistemində gündəlik qiymətlər vardı da. 5 vardı, 4 vardı, 3 vardı, 2 vardı, düzdür, 1 yazmırdılar. Və hamı bilir ki, 5 əladır, qavrayır, bu gündəlik qiymətlər formativdir da. Və summativlər nə idi? Deyək ki, yoxlama yazı işlər vardı, rübliklər vardı. Azərbaycanda ümumi təhsil məktəblərinin 2,5 illiyə bölünməyi kökündən absurddur və səhvdir. Qəbul edilən deyil. Ən azı 3,5 il olmalıdır. Yəni, tədris ili bu 2,5 illə ölür. Məsələn, tutam ki, Almaniyada yenə həmin vəziyyətdir, amma orada fərqlidir. Deyək ki, 1 ən yaxşı qiymətdir, 2, 3, 4, 5 tərsinədir bizim Sovet sistemindən.
Mesela Amerika'da qiymətləndirmədə biraz fərqliliklər var. Mesela orada A var, B var, C var, D var. Mesela AA var, ən yaxşı. AB var, bizim əvvəllər yazda gəlir, müəllim bizə deyirdi 4+. Və bu şəkildə hərflərlə də var, rəqəmlərlə də var, bal sistemi də var. Yəni deyək ki, Yaponiya, Singapur kimi ölkələrdə baldır. Deyək ki, maksimum bal 100 baldır. Amma birinci növbədə qiymətləndirmə nə üçün təhsildə lazımdır? Qiymətləndirmə təhsil prosesinin nəticəsidir, nəticəsinin ölçülməsidir. Təhsil sistemi, təhsilin öz tərəfinə baxın, deyirik sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və nəticəsi. Bu nəticə qiymətləndirmə iləndir. Qiymətləndirmə o qədər əlçatan olmalıdır ki, müəllim də bunu rahat verə bilməlidir. Valideyn də verməlidir, bilməlidir nədir. Və o cümlədən şagird üçün də bu motivasiya rolunu oynamalıdır, həvəsləndirici rol oynamalıdır. Bəs nə edə bilərik? İndiki halda biz hərflə olan qiymətləndirməyə də keçə bilərik. Rəqəmlə olan qiymət. Məsələn 10 ballıq qiymətləndirmə ən yaxşı haldır bizdə. Təqribən mən 2000-ci illərin sonlarında, yox 90-cı illərin sonlarında 90-cı illərin sonlarında Azərbaycanda bir neçə rayonda 9 ballıq qiymətləndirmə tətbiq edildi nümunə üçün. Çox gözəl də effekt verdi. Gördülər, yaxşı effekt verir. Ləğv elədilər. Və nəticə etibarı ilə bu qiymətləndirmə nə qədər ki, bu qiymətləndirmə valideyn övladının demək nailiyyətlərindən, gündəlik nailiyyətlərindən xəbərsizdir. Summativdən summativə məlumat alır. Məsələn, tutam ki, bir başa qiymətləndirmə eləmək olar. Yəni ki, 9 ballıq, 10 ballıq qiymətləndirmə. 10 nədir, 9 nədir? Yəni formativ göstəricisi. 8, 7, 6 nədir? Hər bir uşağın, yəni bunu valideynlər də artıq bilirlər ki, 9, övladım 9 alanda nə olur, 8, müəllim də biləndə olur. Və nəticə etibarı ilə vaxt az gedir, qiymətləndirmə operativi aparılır. Və artıq valideyn övladının gündəlik təlim nailiyyətlərindən məlumatlı olur. Şagird də gündəlik təlim nailiyyətlərindən xəbərdar olur. Daha yaxşı nəticə göstərməyə çalışır. Müəllim üçün də əlçatan olur, daha tez qiymətləndirmə aparır. Bunu etmək o qədər asandır. Bəzən deyirlər təhsil sistemini düzəltmək üçün. Təhsil sistemini düzəltmək üçün bir neçə ciddi addım atandan sonra daha yaxşı addım atmaq, yəni nəticəyə gəlib çıxmaq olar. Amma maraqlısı odur ki, bax indiki bu kommersant qruplaşma təhsildə atdığı bütün addımların arxasında fikirləşirlər. Bunun arxasında pul var ya yox. Bunun arxasında nəsə qazana bilərik ya yox. Bax, yanaşma doğru deyil. Mən düşünürəm, nə qədər ki, bax bu indiki Emin Əmrullayev və onun ətrafı, bu qruplaşma təhsil sistemindədir. Yəni, bu idarəçilər bunlardır. Bunların yanaşması bu şəkildə təhsildir. Təhsildə uğurlu nəsə əldə etmək mümkün deyil. Və ümumi təhsildə vəziyyəti dəyişmək üçün, problemlər çoxdur. Pedaqoji kadr hazırlığı bir problemdir. Pedaqoji kadrların işə qəbulu bir problemdir. Sertifikasiya bir problemdir. Və təhsil proqramları, dərsliklər, bunlar hamısı baxın, hər birini sistemi elə gətirdilər ki, elə bir ağacdır, başlayıb çürüməyə, elə budağı yoxdur ki, orada zədələnməsin, orada problemli olmasın. Amma bunların içərisində qiymətləndirmə də bir ayrıca bir sahədir, xüsusi sahədir. Düşünürəm, Azərbaycanın ümumi təhsil məktəblərində qiymətləndirmə sistemi dəyişdirilməlidir. Siz necə düşünürsünüz? Hal-hazırki bu qiymətləndirmə, formativ, summativ qiymətləndirmə ilə, diaqnostik qiymətləndirmə ilə razısınızmı, işləyə bilirsinizmi? Bu test pulu, printer pulu, renk pulu nə yerdədir? Təşəkkür edirəm sizə, videonu paylaşmağı unutmayın və bu qiymətləndirmə ilə bağlı fikirlərinizi bölüşün. Məktəbşünaslıq klubunda da işlərimiz gedir, günü-gündən artır sayımız və məktəblərin, məktəb direktorlarının, direktor müavinlərinin, metod birləşmə rəhbərlərinin, sinif rəhbərlərinin get-gedə qoşulduqca artdığı bir vaxtda hər birinə lazım olan sənədlər fərdi qaydada hazırlanıb özlərinə göndərilir. Konkret olaraq həftəlik mövzular,
Bax, indi ayın 10-unda şənbə günü bizim bir çox maraqlı bir webinarımız olacaq. Dəstənkənar məşğələlərin təşkili, idarə olunması və sənədləşdirilməsi və ardıcı olaraq bu şəkildə fəaliyyətimizi davam etdirəcəyik. Məktəbşünaslıq klubuna qoşulmaq istəyənlər də əlaqə nömrəni bilirsiniz, yazın. Təşəkkür edirəm. Dediyim kimi, qiymətləndirmə ilə bağlı fikirlərinizi yazın. Rəy bölməsində videonu paylaşmağı və müəllim yoldaşlara göndərməyi unutmayın. Bu videolar həm Facebook profilimdə, həm TikTok platforması üzərindən səhifəmdə, həm də YouTube səhifəsi, Elşən Qafarov səhifəsində də, YouTube üzərində də paylaşılır. Uğurlar arzu edirəm sizə. Təşəkkürlər.